Salam dəyərli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bugün sizə satışda olan daha bir mənzili təqdim edirəm. Başlamadan öncə 2 saniyənizə kanalımıza abunə olmağı, videonu bəyənməyi və bu mənzil haqqında fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Mənzil yerləşir Nərimanovda, Nərimanov metrosuna piyada 2 dəqiqəlik məsafədədir. Yeni tikili binada, yeni təmirli və təmirdən də sonra yaşayış olmamış geniş 2 otaqlı mənzildir. Mən mənzildə olan hər bir şeyi sizin nəzərinizə çatdıracağım. Başlayırıq giriş hissəsindən. Giriş qapımızı görürsünüz, girişdən daxil olduqda solda divar içi şkaf yığılıb, yəni içərisini göstərin sizə. Paltar, ayaqqabı, yəni istənilən əşyanı tam rahat yerləşdirmək imkanınız var, yəni şkaf çoxdur, hündürlük də demək olar axıra kimidir. Girişdə döşəmə qranitli, isti döşəmə ilə təchiz olunub, işıqlandırmada lüstr və spotlardan istifadə olunub, buralar da var, o hissədə təkcə işıqlar da yerləşdirilib. Otaqların yerləşməsini sizin nəzərə çatdırım. Girişdən sağda mənzilin çamaşırxanasıdır. Bura qonaq otağı, mətbəx, yataq otağı, orada isə mənzilin sanitar qovşağı yerləşir. Gəlin elə sanitar qovşaqdan başlayaq, mən bir-bir bütün otaqları sizə göstərim. Sanitar qovşaq geniş ölçüyə malikdir. Yəni, rahatdır, bütün hər şey tam hazırdır. Dediyim kimi, bütün aksesuarlar, deməli, moydadırımız burada yerləşdirilib, su şöyka, unitaz, bu hissədə duş kabinimiz yığılıb, bütün aksesuarlar da dediyim kimi tam hazır vəziyyətdədir, ümumi olaraq göstərim. Keçək, buradan mən sizə göstərim mənzili, mətbəxini. Mətbəx də çox geniş ölçüyə malikdir, ümumiyyətlə otaqlar çox genişdir, yəni mənzilin ölçüsü böyükdür, 100 kvadratdır, hətta 100 kvadratdan da biraz artıqdır. Mətbəximizdir, yeni mətbəx yığılıb tam axıra kimi, yuxarı hissələrdə şkafdır, yəni içərisini göstərim, yəni təsəvvür yaransın. Üstü mərmərdir, qaz peçi aspirator qoyulub hazırdır, sobalar yerləşdirilib, tanınmış markaya məxsusdur. Soyuducun yeri burada nəzərə alınıb, paltar qabyan yeri də eynilə əvvəlcədən nəzərə alınıb. Buradan mənzilin eyvanına çıxış var, böyük eyvanımız var, qarşıda da açıqdır. Heç bir bina, belə deyim, qarşısı kəsmir, bir tərəfdən dənizi də görür. Kondisionerimiz var, bu da qoyulub hazırda, yəni bu hissəyə 4 nəfərli masanızı tam rahat yerləşdirə bilərsiniz. Maraqlı təzlər, lüstrumuz var mərkəzdə, gizli işıq spotlar, bunlar da hamısı qaydasındadır. Keçək, mən sizə göstərim mətbəxin yanında yerləşən mənzilin qonaq otağını. Burada geniş qonaq otağı bizi qarşılayır. Təxmini ölçüsünü deyim, 27-28, bəlkə də 30 kvadrat, bəlkə də biraz da artıqdır, yəni təxmini ölçünü nəzərinizə çatdıraram. Burada deməli nəyimiz var? Mərkəzdə möhtəşəm böyük lüstrumuz, orada təkcə işıqlardan istifadə olunub. Buralar yerləşdirilib bu hissədə, bura mebel dəstəsi tam rahat yerləşdirə bilərsiniz. O hissəyə 6-8 nəfərlik masanızı, burada TV, internet çıxış bu hissədə nəzərə alınıb. Gözəl, maraqlı, teksturalı divar kağızlarına istifadə olunub, lepka işləmələri də görürsünüz. Pərdəmiz asılıb. Buradan da mənzilin eyvanına çıxış var, həm buradan, həm də mətbəxdən. İstilik sistemi kombidir, aparat da qoyulub, hamısı tam hazır vəziyyətdədir. Gəlin buradan mən sizə göstərim, bayaq qeyd etdim, girişdən sağ tərəfdən mənzilin çamaşırxanasını. Burada paltarin üçün burada nəzərə alınıb, yəni digər evlərdə olduğu kimi mətbəxin belə altında deyil, bu hissədədir. Yəni burada paltaryan, ütüləmək üçün yer, paltarları yığmaq üçün şkaflar, hamısı yığılıb, hamısı hazırdır. Dediyim kimi mənzildə hər bir şey nəzərə alınıb. Keçək, yataq otağında göstərim, sonra mənzilin məlumatlarını, qiymətini bir daha nəzərinizə çatdıracağım. Bura isə dediyim kimi mənzilin yataq otağıdır. Qonaq otağı ilə aşağı-yuxarı eyni kvadratdır, ola bilər 3-4 kvadrat az olsun. Təmir gözəldir, ürək açandır, yəni gözü yormur, onu demək istəyirəm. Gözəl lüstrumuzu görürsünüz, burada yerləşmə belədir, taxtın yeri bu hissədə nəzərə alınıb, buralar yerləşdirilib. Yəni yataq dəstini tam rahat yerləşdirə bilərsiniz, şkaf üçün burada yerləşdirə bilərsiniz, burada da yer var. Make-up'ı ora, bu hissəyə yenə şkafı yerləşdirə bilərsiniz. TV, internet çıxış bu tərəfdə nəzərə alınıb. Burada yenə təkcə işıqlar yerləşdirilib. Kondisioner, hər bir şey tam hazır vəziyyətdədir.
Belə, mən demək olar hər şeyi sizə göstərdim. Mənzilin məlumatdan bir daha nəzər çatdırım. Yerləşir Nərimanovda. Nərimanovun ən gözəl binalarından birindədir. Nərimanov metrosundan piyada 2 dəqiqəlik məsafədədir. Yeni tikili binada yeni təmirli və təmirdən də sonra yaşayış olmamış geniş 2 otaqlı mənzildir. Ölçüsü dediyim kimi 100 kvadratdır və 100 kvadratdan da biraz artıqdır. Yerləşir 7-ci mərtəbədə. 15 mərtəbəli binanın 7-ci mərtəbəsindədir və mənzilin start olaraq qiyməti 375.000 manat təyin olunur. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.